Salamlar, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Əlimdə belə böyük bir qaşıq var, yemək qaşığı deyə belə böyük yeməkləri hazırlayırlar bu qaşıqla. Bugün hardayam? Bugün Xırdalanda Təndir restorandayam. Ötən həftələrdə gəlmişdim bura, çox gözəl bir yer idi. Ariz bəy məkanı, Ceyhun şefin rəhbərliyində olan bir məkan. Adlı yeməklər hazırlamışdı Ceyhun şef mənə. Bugün yenə bura gəlmişəm. Belə bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 neçə dənə qazan var. Mənə dedilər ki, sən daha tez gəlmirsən, axşam üstü gəlsəydin. Burada qazandan yer olmur. Mən də yanıma kimi dəvət etmək istəyirəm? Restoranımızın dəyərli rəhbəri Ariz bəy dəvət etmək istəyirəm. Bu nədir bu qazanlar? Bax bu bizim küftədir də. Xırdalan küftəsi, özə bilsən də nə ilə pişir bu? Bu dananın zingi ilə pişən xırdalan küftəsidir. Bax bu da zingimizdir. Bir dəqiqə. Yəni deyirsiniz ki, bu küftə sizə məxsusdur. Bəli, əlbəttə. Bu sırf Xırdalanda hazır olur. Xırdalanda Təndir restoranda özə bilsən də közün üstündə. Biri var qazının üstündə, biri var közün üstündə. Sırf közdə hazır olan Xırdalan küftəmizdir. Küftəmiz var. O bu qazanda açıq zəhmət olmasa gəl yanınıza. Göstərirəm. Bu da ki hündüşkanın çığırtmasıdır. Şabalıtdır, turşulu, hündüşka çığırtması. Bəh. Turşulu, murşulu. Öz mətində ha, yəni ona su zat qatılmır. Bu soyutmadır, quzunun soyutması. Quzu soyutması bu. Ətin üstündəki baba marmalat olub Marmalat. Dəhşət bir yeməkdir də bu. Bu da öz suyuna pişən yeməkdir. Bax bu da ki deməli Xırdalan Təndir restoranının məşhur yeməklərindən biridir. Buna çox Bakılılar buna ələncə deyir. Bizim rayon cəmaatı buna dananın zingin deyir. Zingdir. Bax toyun axırında bunu verirlər. Toyun axırında bax belə bir şey bax. Ən azı kilo yarım. Onda biz də verişin axırını gözləməliyik də. Bəli. Bax. Ye eləngə, dön pələngə deyirlər. Puluna satır. Dana zingləri bax formada özə bilsən də təmiz öz suyunda. Buna da yəni yağdır, sudur, heç nə qatmır. Bunun dadına mütləq baxacağam. Yəni ki dəhşət bir yemək. O xaş var ha. Bəli. Xaş boş şeydir. Sırf dərman budur. Müalicə məqsədi ilə. Müalicə məqsədi ilə, bəli. Qışın yeməyidir. Qışın yeməyi, əlbəttə. Qazan yeməklərimiz çoxdur. Qazan yeməklərimizi şef Ceyhun orada hazır edir. Özü közün üstündə. Gedim Ceyhun şefin yanına. Aziz bəy, çox təşəkkür edirlər. Masada bugün bir yerdə oturacağıq. Yanınızda oturacaqsınız, söhbət eləyəcək. Gəl. Xoş gəlmisən. Xoş gününə gəlir. Hazırlamısan? Bəli, hazırıq, səni gözləyirəm. Bütün ingrediyentlərimiz hazır. Ocağımızda yanır. O nə idi keçən dəfəki o şapalaq? Keçən dəfə idi, o qaldırdı. O şapalaq. Bugün görürəm ingredient boldur. Burada kərə yağımız var, soslarımız var, bıçaq öz yerində. Bıçaq öz yerində. Bıçaq əlcəyi onun bölümündə. Ariz bəy də qürurla aşçı yeməkləri göstərdi. Dedi bunu Ceyhun şefimiz hazırlayır, onun komandası hazırlayır. Axşam da deyir, müştərilərimiz gəlir, yer qutarır, Ceyhun şef təzdən hazırlayır. Yer qutarır, təzdən hazırlayır. Əlbəttə olmalıdır. Maşallah. Mən tezdən işə gələndən, düz gecə və gedənə qədər dayanmadan pişirirəm ancaq. Səndə göz var, səndə göz nəzər var şefim. Səndə göz nəzər var. Gəl. Gəl, səndə göz var. Nəfs var səndə. Nəfs var səndə. Bugün nə hazırlayırıq? Toyuq görmürəm, ət görmürəm, bir şey görmürəm. Bugün deyəsən bizdə belə tərəvəzlər nə? Sən gedib quşları gətir. Mən sən qeyralı yeməyi göstərim nətər olur. Quşları götürüm, baş üstə. Burada deyirlər, quşlar nə gözəl oxuyur. Bəh. Bayağı oxumaqdan keçirəcək, yeni tavada çıxıracaq o quşlar. Oy. Bax, gözəllik. Bax, məhəmməd. Bu qazdır. Qaz. Bu lal ördəkdir. Lal. Bu da xoruzdur. Xoruz. Kənd xoruzu, təmiz kənd. Biz nədən nə hazırlayırıq? Çözdəmədən gəlir. Bu günlərimsə ürəyin hansı istəsə hazırlayaram. Amma məsələn mən belə fikirləşdim ki, bizi ən məşhur yeməyimiz. Belə şapalaqdan da məşhur yeməyimiz Kürdəmirin çəpər çorbası. Çəpər çorbası. Qora suyu ilə. Qora suyu. Gələndə işlədim qora suyu Qora dedi. suyu Kürdəmirə məşhur. Bunu mən götürüm. Bir dənəsi bəsimizdir. Qoydum. Bunun özü xoruzdur ya. Çəpərdə banlayan xoruz, çəpərdə yatan xoruz. Yəni səpər xoruzu boş yerə demirlər buna. Nə olur? Çəpər xoruzu olanda nə olur yəni? Səpər xoruzu yəni səpərdə yatan xoruzdur. Hininə girmir. Hində nə bilim nətər deyim belə başa salım. Yəni yemləmə xoruzu deyil də buraxırlar sahələrdə, çəpərdə yatır, ağacda yatır. Ərazilərdə hə. Bəli. Yəni öz dadında tamlı bambaşqadır. Burada bugün bu ingrediyentlər var. Bu yeməyimizə bunların hamısı gedirmi? Bax belə deyək də. Çəpər çolpasına. Hər rayonun özünə məxsus çoxları var. Məsələn belə deyək də, mən Füzulidən bizdə pomidorla bişiririk. Bəli. Soğanla pomidorla. Bölgədə bəli. Amma bizim sırf Kürdəmirin çəpər çorbası. Bəli.
vurulacaq zəfəran, Zəfəran. duz, qara istiot, kərə yağı, çolpa, ən əsası da qora suyu. Soğan, bunun Ancaq soğan. ancaq soğan. Bunlar istəyə görədir. İstəyə görə. Hər hansı bir deyir, məsələn, mənə pomidoru, biberi çıxırtma. müştərimiz gələ bilər, deyər ki, mən çəpər çolpası istəyirəm. Bəli. Çıxırtma olsun, gözəl, amma göbələyi də olsun, biber də olsun. Olsun, kim nə cür istəyir, o cür də bişirər. Orijinal variantı soğandır. Hə, Kürdəmir çorpasının, Bəli. çəpər çorpasının əsas variantı soğan, qora suyu. Bax, elə bir yeməkdir ki, bu qora suyun hazırlanmağını deyə bilirsənmi? Qora suyu Necə olur? Çünki izləyicimiz evində bəlkə hazırlaya bilər bu yeməyi. Qora suyunu evlərində izləyicilərimiz hazırlaya bilməz. Qora suyunu Kürdəmirdə hazırlayırlar. Çal üzümdən. Məsələn, üzüm sirkəsi var. Bəli. Pişmiş üzümdən çıxır. Bəli. Üzümdən çaxır çıxır da belə. Bəli, bəli. Amma çal üzümdən sıx qora suyu hazırlayırlar. Bax içinə. Sirkəyə oxşayan bir dadı var. Üzümdən hazırlanır da. İyi sirkəyə oxşuyur. Oxşuyur, amma bambaşqa şeydir. Görəcəyik, görəcəyik. Nədən başlayırıq? Necə başlayırıq? Soğanımızı Xoruzumuzu doğrayırıqmı? Doğrayaq. Buyurun. Başlayaq. Şou başlasın. Çolpanı doğrayanda və yaxud da Bəli. qaz ödəyəndə bunun ortasında bunun ağzı yağı olur. Bu çıxmalıdır. Mən çox yerdə gedib yemək yemişəm də, indi özüm də restoranlara gedirəm. Görürəm ki, bu bişəndə qapqara olur, bişmir. O mütləq Özü çıxmalıdır. Bəli, bu çıxmalıdır. Bu çıxmalıdır ki, məsəl üçün belə deyək də, ət bişsin. Həm də pis tam verməsin. Ciyərdir də, toyuğun ağzı. Qaraciyəri bişirilir, amma ağzı yox. Bu da bilirsən də toyuğun müsüydür. Bu da kəsilib getməlidir. Baxın, məsələn, bunların hamısı incəliklə təmizlənməlidir. Təmizlənməsə, bu da dolanmaz olur. Əhsən. Bu yeməyimizin ortalama bişmə müddəti neçə dəqiqədir? 20 dəqiqə. Yəni bu suyun Bəli. bunu xeyri var, yəni tez bişməyində, yəni dadında var. Onun fərqi var. Bəli. Bunun tez bişməyinin səbəbi bilsən nədir? Pambıq kimi olmalı. Görürəm ki, əlimlə bölürəm. Bəli, əlimlə bölür. Həqiqətən əlimlə bölür. Ocağın qabağında ya burada közümüz də yanır. Yağ burada öz-özünə əriyir. Kərə yağı öz-özünə əriyir. Kərə yağı əriyir, amma o yağ nəsə bizim yağımızı əridə bilmir. Kərə yağı Nəsə onu öz-özünə. əridə bilmir. Baxın dəyərli izləyicilər. Bu elə bir yeməkdir ki, dedik Kürdəmirə. Kürdəmir bölgəmizə məxsus bir yeməkdir. Şou göstərir. İndi buna biraz zeytun yağı tökək, bir damcı. Çox yox. Məcburdur mu zeytun yağı? Hə, çünki kərə yağını töksən buna, kərə yağı yanacaq. Bəli. Kərə yağı yanacaq, buna yəni yaxşı tam Bax, baxın bu dəyərli izləyicilər, evdə belə hazırlamağı düşünürsünüzsə bilin. İlk öncə zeytun yağı. İlk öncə zeytun yağı. Öncə bir zeytun yağının. Bu yeməyin əsas özəlliyi odur ki, qara tavada bişməlidir. Qara tava. Bəli. Qara tavanın o dadı var, Başqa dadı. aləmdə, yəni bizdə həzrə tava var. Özəl sosu nə zaman əlavə edirik? Özəl sos deyəndə o qora suyudur. Qora suyunu. Qora suyu. Çünki soğan tam öləndən sonra soğan atacaq. Pişməyə artıq Az qalmış qora suyunu atacaq, qora suyu canına çəkib yağ atsəndə tez edəcək. əla, əla. Soğanımızı doğrayaq. Ay, vay, vay. Bir də var. Soğan doğramaq, o bir söz var, deyir, aşpazlığa iş başlayanda ağlaya-ağlaya başlayırsan. Yəni onun da səbəbi budur ki, soğan doğrayanda yəni ağrısın. Onu elə atdın, elə at. Bir dənə də. Bu atışdan bir dənə də istəyirəm. İstəyirsən eləyəydi, əlimizdə deyil ki. Belə şap, şup, şap şüp elədi, deyil mi? Hoppa, gəlir.